Qobustan rayonunun Ərəbqədim kəndində şəhərdən kənddə qayıdış layihəsi çərçivəsində mühüm abadlıq və quruculuq işləri həyata keçirilir. Layihənin tədbir proqramına əsasən bir qrup kənd nümayəndəsinin təşəbbüsü ilə kənddə bir sıra əhəmiyyətli işlər görülüb. Ötən il ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə kənd yolunun kənarında çoxlu sayda müxtəlif ağaclar əkilib. Bununla yanaşı kəndin yol kənarları, məktəbə qədər olan ərazi və daxili küçələr işıqlandırma sistemi ilə təmin edilib. Qeyd edək ki, bütün bu işlər şəhərdən kəndə qayıdan sakinlərin şəxsi vəsaitləri hesabına həyata keçirilib. Eyni zamanda kənd ərazisində yeni park salınıb və bu park sakinlərin istirahəti üçün istifadəyə verilib. Görülən işlərin bununla bitmədiyi bildirilir. Təşəbbüs qrupunun üzvləri inanırlar ki, bu layihə davamlı olacaq və gələcəkdə daha geniş miqyas alacaq. Məqsəd şəhərdə yaşayan insanların yenidən baba ocaqlarına qayıtması, dağılıb köhnəlmiş evlərin bərpası və kənd həyatının canlandırılmasıdır. Layihə çərçivəsində kəndlərdə yenidən uşaq səsi eşidiləcək. Uşaqlar küçələrdə oynayacaq. Ağbirçək nənələr təndir başına çörək bişirəcək. Babalar isə nəvələri ilə bir ömür boyu eyni ocağı paylaşacaqlar. Təşəbbüsçülər ümid edirlər ki, vaxtilə kənddən şəhərə köç etmiş insanlar da bu layihənin davamçıları olacaq və şəhərdən kəndə qayıdış prosesi geniş vüsət alacaq. Qurban Vidadioğlu, Rafiq Həsənov, Fərid Niftullayev, Həcər Həsənova bu gün informasiya proqramı üçün.